Salam və rəvatınız xeyir olsun əziz abituriyentlərimiz. WhatsApp kanalında paylaşılmış növbəti suallardan birinin izahına baxırıq. Sualımız 2020-ci ildə iştirak etmək iş buraxılış imtahan suallarından biridir. Kanala qoşula bilmək üçün suallardan, mövzu izahlarından və digər informasiyalardan yararlana bilmək üçün qeyd olunmuş nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Hər birinizə uğurlar deyib sualın izahına başlayırıq. Sualımız belədir ki, x bölü 13 bərabər 5 qalıq y. Bərabərliyində x-in hansı qiymətində qalıq ən böyük qiymət alır? Deməli, bizə qalığın ən böyük qiymət aldığı hal lazımdır. Bilirik ki, qalıq, yəni y bölən 13-dən kiçik qiymətlər alır. Və ən böyük qiymət ala bilməsi üçün sözsüz ki, natural qiymətindən söhbət gedirsə, 12 qiyməti olacaq. Və bizim y ifadəsində 12 nəzərə almaqla x-i tapmağa çalışaq. Biz bilirik ki, bölünəni tapmaq üçün böləni qismətə, yəni natamın qismətə vuraraq üzərə qalıq əlavə etmək lazımdır. Qalığın qiyməti 12 olduğuna görə biz 13-ü 5-ə vuraraq üzərinə 12 əlavə edirik. 13-ü 5-ə vursaq 65 edir. Üzərinə 12 əlavə etsək cavabımız 77 olur. Demək ki, bizə lazım olan x-in hansı qiymət dediyi məhz 77 qiymətidir ki, qalığın ən böyük qiymətini verir. Hər birinizə uğurlar deyirik. İnşallah növbəti video izahlarda görüşənə qədər.